Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu background voice-lara görə çox üzürlü sayın. Deməli, mövzu zamanlardır. Zamanları 2 ya 3 dəfəyə gedəcəyik. Yəni birinci sırf zamanlar necə düzəlir falan filan, bir də onların zaman zərfləri. Okay, bunlara önəm verəcək. Bir də burada mən nəyin üstündə dayanacamsa, onlara fikir verin. İlk zaman formamız present simple. Present simple indiki sadə zaman deməkdir. İndiki qeyri-müəyyən də deyə bilərsiniz. Necə düzəlir? Mübtədadan sonra sadə feil verir. Yəni feilin birinci forması. Mübtədamız üçüncü şəxsin tək olanda feilimiz S qəbul eləyir. Ekranda görürsünüz. I, you, we, you, they, work, play, go, come. Sadəcə bir feili götürün. Mübtədadan sonra verin. Bu present simple'dır. Amma mübtada təkdədirsə, tək isimdir, tək əvəzlidir, he, she, it, əli və yaxud vəli və yaxud pirvəlidirsə, feil S qəbul eləyir. Bu S-i vermək lazımdır. Zamanlar testlərin içində fikir verərsiniz. Bu tip testlər də var. Birində S var, birində yoxdur. Bunlara mütləq fikir vermək lazımdır. Zamanlarda demək olar hamısında eynidir. İnkar forma necə düzəlir? Köməkçi feil, üstəgəl not. Hər zamanın özünün bir köməkçi feili var. Okay? Mübtəda və feil. Bu yanaşı işlərində bizdə zaman düzəltdi. Məsələn. Amma bir də var ki, mübtəda ilə feilin arasında köməkçi feil üstəgəl not əlavə eləsək, bu həmin zamanı inkarda işlənməsi anlamına gəlir. Deməli, present simple zaman formasında köməkçi feili do, does-dır. Əvvəla niyə do, niyə does? I, you, we, you, they. Do-dur. Amma he, she, it yenə mübtədamız təkdə olanda, üçün şəxsin təki olanda, necə ki S qəbul edilir, eləcə də burada da does. Okay? Do not, does not. I do not go, he does not go. Mən getmirəm, o getmir. Və does-dan istifadə eləyəndə feildən də S düşməlidir. I do not work, mən işləmirəm. You do not work, sən işləmirsən. He does not work, o işləmir. We do not work, biz işləmir. You do not work, siz işləmirsiniz. They do not work, onlar işləmir. Qısa forması do not'un don't, does not'un doesn't. Fərq eləmir. Does'dan istifadə eləyəndə feildən nə düşür? S şəkilçisi düşür. Bütün zamanlarda sual düzəldəndə, əsasda ümumi sual deyirlər buna, köməkçi feil hara keçir? Mübtədanın qabağına. İndi present simple, yəni indiki sadə zaman köməkçi feili do və does-dırsa, deməli hara keçəcək bunlar? Mübtədanın önünə. Do I work? Mən işləyirəm. Do you work? Sən işləyirsən. Does she work? O işləyir. Yenə does-dan istifadə eləyəndə feildən nə düşür? S düşür. Buna riayət edir. Bütün zamanlarda nəqli, təsdiq bu cür düzəlir, inkar bu cür düzəlir, sual bu cür düzəlir. Sualda köməkçi feil önə keçir. Present simple-da istifadə etdiyimiz əsas zaman zərfləri və ya time expressionlar bunlardır. Mənaların bir-bir deyim, qeyd eləyin. Always həmişə, usually adətən, never heç vaxt ki, never present perfect ilə verə bilərsiniz. Every ilə olan every day, every week, every month, hər ay, hər gün, hər nə bilim dərs, hər səhər, hər il nə deyirsən, nə? Seldom hərdən bir, frequently, tez-tez, occasionally, bu da hərdən bir, often ya da often, tez-tez, sometimes, bəzən, rarely, nadir hallarda. Once bir dəfə deməkdir. Once a week olur, həftədə bir dəfə. Once a day, gündə bir dəfə. Once a year, ildə bir dəfə. Twice, 2 dəfədə olur. Twice a week, həftədə 2 dəfə. Twice a month, ayda 2 dəfə. Twice a year, ildə 2 dəfə. 3 times, 3 dəfə. 4 times, 4 dəfə. 5 times, 6 dəfə. Every-lə dedik, o heç, everyləri verdik. Və nowadays, bu günlərdə, indilərdə, hazırda və s. və ilaxır. Əzbərləyirsiniz. Present continuous, indiki davam edici zaman. Ümumiyyətlə, bütün davam edici zamanlar necə düzəlir? Təbii ki, mübtədadan sonra xəbər verməliyik. Xəbərimiz əmizar, yəni to be-nin indiki zaman forması üstəgəl feil ing. İnkar necə düzəlir? Yenə köməkçi feil əmizardırsa, əmizardan sonra not veririk. Sual necə düzəlir? Köməkçi feil əmizardırsa, əmizar keçir mübtədadan önə. Yəni bu bütün zamanlarda belədir.
Sualda köməkçi fe'l mübtədanın önünə keçsə, incarda notla birləşir. I am working, mən işləyirəm. You are working, sən işləyirsən. He is working, o işləyir. Biz, siz, onlar gerisin özünüz tərcümə eləyərsiniz. Köməkçi fe'l budursa, incar necə düzəlir? I am not working. You are not working. He is not working. Mən işləmirəm, sən işləmirsən, o işləmir. Am not'un qısa forması yoxdur, amma are not, aren't, is not, isn't. Sualda nə olur? Am is are keçir mübtədanın önünə. Am I working? Mən işləyirəm. Are you working? Sən işləyirsən. Is he working? O işləyir. Burada work olmasın, go fe'li olsun, play fe'li olsun, fərqi yoxdur. Yəni, bir şey öyrənmək istəyirsinizsə, bir fe'li götürün, qardaş. Var da burada. Təsdiq, sual, inkar. Təsdiq, sual, inkar. Zamanlara görə təsdiqdə, sualda, inkarda işlərin və öyrənin. İndi bu dəqiqə hal-hazırda baş verən hərəkətləri bildirir. Əsasən bu gördüyünüz zaman zərfləri ilə verəcəksiniz. Testlərdə də qabağınıza çıxacaqlar. İndi, bu dəqiqə hal-hazırda, bu dəqiqə hal-hazırda. İndini bu cürdə verə bilərsiniz. Right now, hal-hazırda, bu dəqiqə, indi. Bəzən still da verirlər, hələ də mənasında. Və yaxud zaman zərfi yoxdur, amma danışıqdan, diyaloqdan tuturam ki, söhbət indidən gedir. Look, deyir, bax, it is snowing, qar yağır. Sakit dur. Niyə? The children are sleeping, uşaqlar yatır. Yəni, kontekstdən tutursan ki, söhbət indidən gedir, oldu, indiki daimi zaman. Past simple, yəni keçmiş sadə zaman forması. Keçmişə aiddir, indi ilə əlaqəsi yoxdur, iki cür düzəlir. Ya şəkilçi ilə, ya şəkilsiz. Şəkilçilik idi. Buna yəni bu id ilə düzələnlərə regular verbs deyirlər, yəni şəkilçi ilə düzəldirik. Bizim bu keçmiş zaman şəkilçilərinə də oxşuyur biraz. Fe'l içi nə deməkdir bu? Qaydasız, irregular, yəni kökündən dəyişir ya da dəyişmir. Məsələn, speak, danış deməkdir. I speak, mən danışıram. Amma I spoke, mən danışdım. Bu da bunun keçmişi. I spoke, mən danışdım. Yəni, mən bu fe'lləri əzbərləməliyim, qaydasız fe'lləri əzbərləməliyim. Kitabların, lüğətlərin arxasında var. 50 dənə, 80 dənə öyrənsəz kifayət edir, imtihana qədər vaxtımız var. Üçüncü forma lazım deyil. İkinci forma sayılır bu. İkinci forma sayılır. Qaydasız fe'llərin ikinci forması kökdən dəyişir. Amma dəyişməyənlər də var. Məsələn, let, put, cut, shot, hit. Bunlar dəyişmir. Olduğu kimi sabit qalır. Let, put, cut, shot. Okay. Həm qaydalı, yəni regular, həm də irregular verbləri düzəltdik. Irregular verbləri əzbərləyək. Hardan? Lüğətlərinin, dəftərlərin arxasında olur. Lazım gəlsə tərtib elimi atarım. Problem deyil. İndi uzun sözün qısası. Mən düzəltdim. Bu təsdiqdir. Bəs bunun inkarı necə düzəlir? 1. Keçmiş sadə zaman formasının köməkçi fe'li diddir. Okay, did. Deməli, bu zaman köməkçi fe'li diddirsə, onda notu didlə bitişdirməliyəm də. Məsələn, you worked, sən işlədin. You did not work, sən işləmədin. Burada da belə bir şey var. Diddən istifadə edəndə id düşdü. Gördünüz? Diddən istifadə edəndə fe'l ikinci formadan qayıtda təzdən 1-ə. Yəni, bunu sual cümlələrində çox görəcəksiniz. Diddən istifadə eləyəndə fe'l qayıtmalıdır özünün neçənci formasından? Birinci forması. İdi düşməlidir. Düşürməsəz, nə olacaq? Bir səhv olacaq. Bunu unutmayın. Necə ki, daz gələndə s düşür, eyni şey buradadır. Did notun qısa forması didn't. Məsələn, you don't work, sən işləmirsən. You didn't work, sən işləmədin deməkdir. Sualda fikirləyiz hamısında eyni şey. Köməkçi fe'l sualda mübtədasının önünə keçir. Amma yenə də idini düşürtmüşəm və ikinci formadan 1-ə qaytarmışam. Did you speak? Did you spoke? Desən səhvdir. Did you worked? Desən səhvdir. Did you work? İdini düşürməlisən. Okay? Əla. Əsas zaman zərfləri lastla gəlir. Lastla zaman zərf verəndə birinci qabağında artikla sözün olmur. Last year, last week, last month, last lesson fərqi yoxdur. Yesterday, dünən deməkdir. Last, keçən ay, keçən il, keçən həftə. The day before yesterday eyni şeydir. Yəni keçmiş aydır, sırağa gün deməkdir. Ya da illər versin. Məsələn, 1950 ya da 50'lər. Söhbət keçmişdən gedir, verirəm keçmişi. Bir də bunu indi hər ehtimal vermişəm. Used to fe'li var. Bu da zaten keçmiş sadə zamanda işlənir. Bir zamanlar bir şey dərdik, amma dahi etmirik anlamına gəlir. Həmişə yanında to məstər olur.
Ona görə də həmişə yanında feil verir. Məsələn, I used to play tennis in my childhood. Uşaqlıqda ya da uşaq vaxtı tenis oynayardım. Təbii ki, sualı inkarı didlə düzəlir. Diddən də istifadə edəndə görürsünüz id düşübdür. Amma to məsləri yanında vermək lazımdır. Unutmayın. Past continuous keçmiş davam edici zamandır. Necə ki, indiki davam edici zaman necə düzəldi? Əmizar feil ayıncı, düzdür? Əmzar indini göstərdiyi üçün bu indiki davam edici. Əmzarın da keçmişi was word. Yəni əmlə izin keçmişi was'dur, arınki word. İndi was word üstəgəl feil ayıncı oldu keçmiş davam edici. Əmzar şəxsi kəmiyyətə görə dəyişdiyi kimi was word da şəxsi kəmiyyətə görə dəyişir. Məsələn, I was working, mən işləyirdim. You were working, sən işləyirdin. He, she, it was'dur. We, you, they were. I was going, mən gedirdim. I was playing, mən oynuyordum. You were speaking, sən danışırdın. Köməkçi feil was və were olduğuna görə inkarı necə düzəlir? Was və were üstəgən not. Was notun qısa forması wasn't, were notunki weren't. I wasn't working, mən işləmirdim. You weren't working, sən işləmirdin. Köməkçi feil was, were olduğuna görə sualda nə edir? Was və were mübtədasının önünə keçir. Dudas keçir, did keçir, əmzar keçir, was, were keçir, hamısında keçir. Were you working? İşləyirdin. Were you coming? Gəlirdin. Were you speaking? Danışırdın. Bunda zaman zərfləri əsasən keçmişdə hansısa müəyyən bir anda, bax keçmiş budur. Keçmişdə müəyyən bir anda. Yesterday keçmişdi. Tamam mı? Yesterday nədir? Keçmişdi. Bu keçmişi göstərir. Keçmişdə müəyyən bir an, müəyyən anda bax budur. Sadəcə yesterday verəndə normalda ona çıxır. Past simple, keçmiş saat. Amma deyirəm ki, dünən saat 2-də müəyyənləşdirim, konkretləşdirirəm. Dünən bu vaxt, dünən o vaxt mən futbol oynadım, yoxsa oynuyordum. Dünən 2-də göyə baxdım, baxırdım, futbola baxdım, baxırdım. Daha məntiqlidir. Yəni bu keçmişi versən, yanında da bu müəyyən anı verməlisən. Bunları tandemdə görsən, bilərsən ki, past continuous. Bu da yesterday olar, last week olar, fərqi yoxdur. Ayın 5-i olar, fərqi yoxdur. Past continuous. Future simple, gələcək sadə zaman deməkdir. Necə düzəlir? Will üstəcək feil. Baxın, will feilsiz işlənməz. Will Azərbaycan dilində acaq əcək deməkdir. Azərbaycan dilində acaq əcəyi feilsiz vermədiyin kimi, qardaş, ingilisində də will'i feilsiz vermədi. Və bütün şəxslərlə işlənir. Shall görsəz, shall ilə will deməkdir. Oralara çox takılmayın. Okay? Shall-lə də sual düşmür. I will, you will, he will, she will, they will. Bütün şəxslər will alır, problem deyil. You will work, sən işləyəcəksən. I will go, mən gedəcəm. She will go, o gedəcək. Will'in qısa forması budur. Köməkçi feil will olduğuna görə inkarda notla birləşən will. You will not work, sən işləməyəcəksən. Will notun qısa forması won't. Yəni willn't deyə bir şey yoxdur. Özünüzdən Amerika kəşf eləməyin. Köməkçi feil will olduğuna görə sualda da will mübtədanın önünə keçir. Will you go, gedəcəksən. Will you come, gələcəksən. Gələcəkdəki hərəkətləri bildirir. Last week desəm keçmiş sadədir, amma next week gələcəkdir. Yiyəcəmsə keçmişin bu egosu yadımdan çıxdı. Ego əvvəl deməkdir. Məsələn, 2 years ago. 2 il əvvəl deməkdir. Yaxşı. Egonu versəm, əvvəl mənasına gəlir. Məsələn, 2 years, bayaq dedik, 2 il əvvəl. Amma in 2 years, 2 ilə, 2 ildən sonra, 2 il içində gələcəyi göstərir. Yesterday keçmişi göstərir. Tomorrow gələcəyi göstərir. The day before yesterday keçmişi göstərir. The day after tomorrow gələcəyi göstərir. Bu sabah deməkdir. Bu o biri gün deməkdir. Last Sunday keçən bazar, amma next Sunday gələn bazar. Soon tezliklə deməkdir. Bunları görsəm nə olur? Gələcək sadə zaman. Bir də future simple in the past var. Xüsusi zaman zərfinə ehtiyac yoxdur. If conditionalları qısa şəkildə izah edəcəm. Zaten orada onu görəcəksiniz. Keçmişdə gələcək deməkdir. Yəni normalda elə will kimi bir şeydir. Will'in keçmişi would. Sadəcə would-dan istifadə eləmək istəyirəmsə, ki sizə düşən səviyyəni deyirəm.
Mənim birinci cümləm keçmişdə olmalıdır. Əgər mən buraya yazsam ki, I know, mən bilirəm. Bu indiki zaman. I know he will come. Mən bilirəm ki, o gələcək. Yəni, onun gələcəyini bilirəm. Amma mən bunu keçmişə atsam, atmışam. Avtomatik will-i də would eləməliyəm. Məsələ bu. Yəni, buna aid test düşərsə əgər, siz baxarsınız ki, birinci cümlə ya da o biri cümlə keçmişdədirsə, qardaş, will yox, nə verəcəksən? Would. Can yox, could. May yox, might. Is yox, was. Are yox, were. Yəni, o birisini də keçmişə atmalıyam. Ona görə belədir. Yoxsa mənası eynidir. Anlatabildim mi? Düzəlmə forması, inkar, sual, onlara ehtiyac yoxdur. Future continuous da past continuous'un elə bir ki, əksidir. Past continuous keçmişdə hansısa bir anda davam edən hərəkəti göstərərsə, future continuous da gələcəkdə hansısa bir anda davam edən hərəkəti göstərir. Past continuous məsələn deyirəm, dünən bu vaxtı. Future continuous olur, sabah bu vaxt. Past continuous deyirəm, dünən saat 2-də. Future continuous deyirəm ki, sabah saat 2-də. Okay? Necə düzəlir? Will be üstəgəl fiil ayıncı. Köməkçi fiil will olduğuna görə inkarda da will not. Will not'un da qısa forması birisi won't. Sualda da will keçir qaba. Qalan hər şey yerində qalır. Sən mənə zəng edəndə o yatacaq. Problem yoxdur. Yəni gələcəkdə müəyyən bir anı göstərdin. Və yaxud da ki, at 2 o'clock tomorrow. Sabah saat 2-də o yatacaq. Yatmış olacaq, yatmaqda olacaq. Suallara düşən bir şeydir, yox, elə də düşməz. Yəni, suallar nətər düşər, necə düşər? Zaten onlara ait testləri izahında quizdə görəcəksiniz. Present perfect. Present perfect necə düzəlir? Have ya da has köməkçi fiili üstə gələk fiilin üçüncü forması. Qaydalı fiillər id ilə, qaydasılar da bilsin ki, kökündən dəyişir, əzbərləmək lazım. Amma elələr də var, dedik ki, dəyişmir. Let, put. Amma speak, spoke, spoken. Mənə hansı lazım? Üçüncü. Write, wrote, written. Mənə hansı lazım? Üçüncü. Written. I have worked. Mən işləmişəm. I have met. Mən görüşmüşəm, tanışmışam. She has worked. O işləyib. She has met. O görüşüb, tanışıb. Köməkçi fiil have, has olduğuna görə inkarda da notla birləşən budur. I have not worked. Mən işləməmişəm. She has not come. O gəlməyib. Have not'un, has not'un da qısa forması have'ın has'ıdır. Köməkçi fiil have, has olduğuna görə sualda nə olur? Have, has keçir mübtadan önünə. Have you worked? Sən işlədin. Has she come? O gəldi. Okay? Bütün zamanlarda köməkçi fiil inkarda notla birləşir, fikir verir, mübtədənə xəbərin arasında dayanır. Bütün zamanlarda köməkçi fiil mübtədanın önünə keçir. Standartdır. Do keçdi, does keçdi, did keçdi, will keçdi, would keçdi, əmza keçdi, was, were keçdi, have keçdi. Nəyi bildirir? Hərəkət oldu, bitdi ya da olmadı, bitmədi, fərq yoxdur. Amma nəticə indiki zamanla əlaqəsidir, danışıq anı ilə əlaqəsidir. Qapını açdım. Bax. Bu da present perfect. İndi bu dəqiqə. Qələmi atdım, siz görmürsünüz, bax. Qələm düşdü. İndi oldu. Present perfect. Yəni indiki bitmiş zaman. Deyə o evdə deyil. Hardan bilsən? Çünki she's gone. Gedib. İndi evdə deyil, səbəb gedib. Sən qələmin olar. Niyə? Çünki özümünkünü evdə qoymuşam. Hardasa bizim biraz mışmışa oxşuyur, biraz übə oxşuyur, amma tam tərcümə ilə tapırsınız. Suallar da necə düşür? Yenə deyirəm, göstərəcəm. Əsasən də 9'lar diqqətli olsun. Əsas zaman zərfləri today, yəni bu gün, bu həftə, bu ay, bu il, yəni bu ilə apardıqlarımız yet, bu düşər. İnkar və sual cümləsi sonunda görəcəksiniz. Today ilə, this will falan bunlarla görə bilərsiniz. Never ilə, just ilə, already ilə zaten görəcəksiniz. Never, ever, just, already özdə işlənir. Köməkçi fiillə əsas fiilin arasında. Burada biraz diqqətli olursunuz. Bir də dəfələrlə, 2 dəfə, 3 dəfə əlini söymüşəm, döymüşəm, vurmuşam. Present perfect verə bilərsiniz. Problem deyil. Başqa da lately görsəm, recently, for ages, for a long time, uzun müddətli, son zamanlar, axır zamanlar, əvvəllər mənasına gəlir. Haçansa, nə vaxtsa, artıq, uji, indicə, məhz, heç vaxt, hələ ki, artıq mənası var. Bu il, bu ay, bu həftə, bu gün mənalarına gəlir. Past perfect keçmişdə, amma keçmişə qədər olub bitən hərəkətləri göstərir. Keçmişdə 2 hərəkət görürsünüz. İkisindən bir daha öncə baş verirsə, o öncə baş verən həmişə past perfect.
Evə girə bilmirdim. Niyə? İtirmişdim açarları. Bizim mışdı, mişdi, muşdu, müşdüyə uyğun gəlir. Had üstəgəl yenə idi ya da üçüncü forma. Have-has'ın keçmişidir had. Onu yadda saxla. Köməkçi feil had desə, sual had not-la düzəlir. Had not-un qısa forması hadn't. Sual inkar, sual dedim. İnkarı had not-la düzəlir. Had not-un qısa forması hadn't. Sualda hamısında olduğu kimi bu qaqaş da hara keçir? Mübtədasının önünə keçir. Hadiyə gone, go yox. Bir şeyin də bitmiş zaman, yəni perfect zaman olduğunu bilmək istəyirsinizsə, yadda saxlayın. Have üçüncü şəxsin təkində has'dir, hər ikisinə keçmişi had'dir. İndiki bitmiş, keçmiş bilmiş. Amma bitmiş olması üçün mütləq orada fiilin üçüncü forması olacaq ya da qaydaların idisi. Yəni bu yoxdursa, bu fiilin üçüncü forması idi yoxdursa, bu bitmiş zaman anlayışı olmaqdan çıxır. Okay? Və gəlir bura. Bunu təzə salıblar. Əsasda 9-cu siniflər nəzərə alsın, çünki imtahana düşmə şansı, ehtimalı var. Be doing indiki davam edici zaman. Be going to indiki davam edici oxşur, amma əslində əcək anlamına gəlir. Will'i zaten bildiniz, gələcək. Be about to, be due to, bunu daha çox modallarda deyəcəm. Buradan silmək yaddan çıxıb. Problem deyil. Bu qalsın. Okay? Bunlara, baxım silmişəm buradan. Bəli, aşağıdan silmişəm. Deməli, bu 3 dənəyə fikir verək. Will'i zaten dedik. Gələcəyi bildirir. Gələcəklə bağlı zaman zərfləri görsək, will'i verə bilərəm. Problem deyil. Zaten testlərdə izah edəcəm. Daha yaxşı başa düşəcəksiniz. Yəni, buna baxandan sonra mütləq testlərə baxın. Qeydlərinizi götürün. Be doing indiki davam edici zamandır. Tamam. Amma bir də var ki, indiki davam edici zamandan mən gələcək üçün də istifadə edə bilərəm. Əsas da gəlmək, çatmaq, getmək, görüşmək, qarşılamaq, yəni tərk eləmək, bu tip feillərlə olur. İndiki davam edici zaman, yəni be doing, bu indi göstəricidir. Bu başqa bir feil də olar. Go, come, dediyim kimi, arrive və s. İndiki davam edici zaman vermirsən, əcəb eləmirsən. Yanında da gələcək zamanı aid bir dənə zaman zərfi vermirsən. O zaman sən bunu gələcəyə aid eləyə bilərsən. Bizdə də var. Sabah mən kəndə gedirəm. Bu bizdə də var əslində. Okay? Saat 5-də uçuram. Bu bizdə də var. Mesela, I am meeting my father tomorrow. Mən dədəmlə sabah görüşürəm. Yəni görüşəcəm. Yəni demək istəyir ki, öncədən planlaşdırdığın bir hərəkəti indiki davam edici zamanda da nə edə bilərsən, göstərə bilərsən, amma bir şərtin var. Orada gələcəklə bağlı zaman zərfi verməlisən. Sən durduğun yerdə desən ki, I am meeting. Bu demək ki, mən bu dəqiqə hal-hazırda görüşürəm, qarşılayıram. Amma tomorrow versəm, o demək ki, sabah görüşəcəm anlamını, yəni öncədən planlamısan. I am leaving at 3 o'clock. Saat 3 tamında uçuram, gedirəm. Bu olmasa zaman zərfi. Direkt desən ki, I am going, mən gedirəm. I am leaving, mən gedirəm. Tamam. Amma at 3 o'clock saat 3'də. Tonight bu gecə. Tomorrow sabah. Üzü gələcəyə olduğu üçün, çünki gələcəyin zaman zərflərini vermirsən. Bu deməkdir ki, gələcəyə aid eləyə bilərsən. Problem deyil. Eyni şey be going to-ya da aiddir. Be deyəndə nədir? Am, is, are. Okay? Məsələn, I am going to atıram see Ali. She is going to help me. Və yaxud you are going to leave Baku. İstən zaman zərfi, istən vermə. Zaten bu əmza going to-dan tutursan ki, nədir? Söhbət gələcəyə aiddir. Amma bunu iki cür istifadə edəcəyiz. İkisini də deyəcəm. Sadəcə bunları bir dənə tərcümə edeyim. I'm going to see Ali. Əlini görəcəm. Yəni öncədən planlamışam. She's going to help me. O mənə kömək eləyəcək. Yəni öncədən planlayıb. You are going to leave Baku. Sən Bakını tərk edəcəksən. Yəni Bakıdan gedəcəksən. Yəni öncədən planlamısan. İki cür istifadə eləyə bilərik. Həmin bu əmizar going to məsələsi. Yegəncə to məstərdir. Ondan sonra həmişə nə göstərsiniz? Feil göstərsin. İki cür. Birincisi budur. Baxırsan, zaten situasiyadan tutacaqsın. Narahat olmuyor. Bir şey 100% olacaq. Yəni, sənin öz beynindən demirsən. Sənin öz düşüncən, fikrin deyil bu. Baxırsan ki, qara buludlar, yağış yağacaq. Baxırsan ki, ağac yıxılacaq. Baxırsan ki, külək vurub krişanı aparacaq. Damı uçuracaq. Buna 100% olacaq.
Buna hamısı to be going to, əmzal going to ilə verəcəksən gedəcək. Tamam mı? Bir də öncədən, əvvəlcədən planlaşdırılan hərəkətlər. Bir də bu ilə verərsən. Gəl hamısını yoxlayaq. Deyək, buludları görürsən, yağış yağacaq. Bu sənin öz minenyan deyil ki, öz fikrin deyil ki, buludlara baxsan deyirsən belə olacaq. Deyək, bax, uşaq yıxılacaq velosipeddən. Deməli, nəsə ya pis sürür, ya da velosipedi qırılıb. Yəni, sənin beyninin məhsulu deyil, gördüyünə uyğun deyirsən ki, bu olacaq. Deyək, ehtiyatlı ol. Niyə? Dəli kimi sürürdü. Ona görə deyək, ehtiyatlı ol, avariya eləyəcək. Və yaxud üzrüzdən əlsin, bəbəsi olacaq. Baxır, görür ki, vəziyyət budur, deyək ki, bəbəsi olacaq da. Yəni, öz beyninin məhsulu deyil. Kənarda gördüyü bir fakta əsaslanır, deyək ki, filan şey olacaq. 100% be going to verəcəksiniz. Və yemin, yenə deyirəm, am, is, are, going, bu şəkillə düzəlir. Daha çox to, feilinizdə burada verin geçsin. Feil birinci forma. Bir də var ki, öncədən qərar verir. Məsələn, sabah saat 5-də gecəm özüm ayaqqabı almağa. Əli ilə görüşəcəm. Tamam mı? Nə bilim, uçacam. Problem deyil. Bunu da bu be going to ilə eləcə də indiki davam edici zamanla verə bilərsiniz. Məsələn, saat 8-də mən nə edəcəm? Gedəcəm uşaqları götürməyə. Bu demək sən bunu öncədən planlaşdırmısan. Bir də var ki, danışan anda, diyaloq əsnasında qərar versənsə, o da nədir? Will-dır. Bunun ikisinə də aid testlər var. Bəzi testlərdə, məsələn, be, going to-nun düz çıxdığı cavablarda, variantlarda will olmayacaq. Rahat bunu seçəcəksiniz. Bu düz seçində əmizar, going to ilə seçəcəksiniz. Okay? Bəzi testlərdə var ki, orada will düzdür, amma be going to yoxdur variantlarda. Will-dən də sonra feilin birinci forması. Yaddasın. Will həmişə feilin birinci formasını işlədir. Bəzi testlərdə var ki, məsələn, açıq suallar da vermişəm. Kitabdan götürmüşəm, narahat olmayın. Orada 1, 2, 3, 4 seçərsən, məsələn, will də seçə bilərsən. Tamam mı? Be going to-nu da seçəcəksən. İndiki davam edicini də seçəcəksən. Üçünü də eyni anda seçəcəksən. Böyük ehtimal mən bunun imtahana düşəcəyini gözləyirəm. Daha çox 9-lara, 50, 60, 70% 9-culara düşəcəyini gözləyirəm. 11-lərə zənn eləmirəm, 9-ları gözləyirəm ki, düşsün. Okay? İndi testlərdə görəcək. Məsələn, deyək ki, narahat olma, mən götürərəm. Görsən? Yəni, öz fikrini söyləyəndə, nə bilim, öz minenyanı söyləyəndə, mənə elə gəlir ki, bu il Fənərbağça çempion olacaq. Hə, will verərsən, problem deyil. Zaten yenə testləri elə qoyublar ki, ya will seçəcəksən, ya da be going to seçəcəksən. Okay? Yecəmsə, I expect, I hope, imagine, nə bilim, think, wonder, I'm sure, probable, bu tip şeyləri də görəndə will olan testlər nədir? Götürəcəksiniz. Orada da zaten variantda be going to-nu verməyəcəklər. İndi gəlin testlərimizə baxaq. Bəli, 5 səhifədir, rahatdır. Deməli, nə edirsiniz? Zamanları öyrənirsiniz. Əsasən də present simple, bax yazıram bura. Present simple. Zaman zərfi ilə. Past simple. Zaman zərfi. Ən çox, indiyənə qədər ən çox düşənləri deyirəm. Bəzən də future simple. Bunlar. Ən çox bunların zaman zərfini öyrənirsiniz. Nadirən indiki davam edici zaman. Nadirən past continuous, nadirən. Bir də testlərdə deyəcəm, zaten testləri necə görürsünüzsə o üzərinin daha çox odaqlanırsınız. Present perfect, past perfect, yox present perfect. Okay? O da yet, nə bilim, today, this month falan görəcəyiz birazdan. Never, already, just bunlarla da qeyd eləməm. Amma ən çox düşən indiyənə qədər budur, ən çox da bunları sallar. Yəni açıb qəbul suallarına da baxsaz, buraxılış, görəsiniz ya ego var, ya last month var, ya next var, ya every var, once var. Yəni bunlarla verirlər. Okay? Belə. Gedək testlərdə inşallah məndən dinləyin. Əsasda testlərin izahına fikir verin. Orada görüşərik hələlik.